Yoldaşlıqla yanaşma var, mətbuat konfransı başlayır. Mətbuat konfransının leqamatın başlayıb, sizə daha suallarınızı cavablandıracaq. Ələcə qısaca istəyirəm, fikirlərini bilirsiniz və sonra suallarınızı verin. Não teve lance, isso é um golo, mas a equipa reagiu muito bem a seguir. Com certeza o golo do empate. E a partir daí o jogo ficou mais equilibrado. Criámos algumas oportunidades para fazer o segundo golo. Conseguimos concretizar, o adversário fez um gol. Ümumi oyuna heç də yaxşı başlamadıq. Qapımızda tez gol bıraxdıq. Buna baxmayaraq oyuncular buna reaksiya verdi və bərabərlik golunu vurduq. Yəni, o dönəmdən sonra deyərdim ki, balanslı oyun gedirdi. Buna rağmen qapımızda ikinci golu bıraxdıq. A segunda parte fomos tentando. Obviamente a equipa deles é uma equipa com jogadores com muita qualidade, tem a bola com facilidade, não perdem a bola com facilidade. Sözsüz ki, ikinci isə daha çətin keçir üçün, çünki rəqib komandanın oyuncuları çox yaxşı keyfiyyətli oyunculardan ibarətdir. Heç də əbəs boş yerə topları itirmirlər, topa yaxşı sahib çıxırlar. Mas a nossa equipa foi lutando sempre a acreditar que era possível chegar ao empate. Obviamente alguns jogadores começaram a ficar muito cansados, portanto fomos refrescando a equipa, de maneira que a equipa fosse sempre acreditando que era possível. Oyuncuların sona qədər inanırlar ki, en azından bərabərlik golunu vura biləcəklər, amma bəzi oyuncuların da yorğunçuluq var idi, yorğun olduqlarına görə bu meydançada özünü göstərirdi və buna görə də mən yeni oyuncular bıraxmaq məcburiyyətində qaldım və komandanı elə ki, yeniləyirdim. E nos últimos 10-15 minutos tivemos 3 oportunidades para poder bater o jogo, não conseguimos concretizar. Oyunun son 10-15 dəqiqəsində deyəlim 3 dənə gol epizodu var idi ki, arasında ki, gol verib bərabərlik golunu vura bilərdi, amma yenə son nöqtəni qoymağa bacarmadıq. Futbol também precisa um pouco de sorte, acredito. Futbolda bəzən bəxt də olmalı. Os jogadores trabalharam muito, lutaram muito, tentaram. Portanto, estes dois jogos a equipa teve um nível aceitável, nota-se melhorias claras. Ümumi götürəndə bu şora oyuncuların razı qaldım, məmnun qaldım və deyərdim ki, daha da yaxşı çıxışlarla, daha da imkan yaradır. Qarşılaşmanın sonlarında Cahçır Zəzəbirov hücuma atılırdı və qol vurması idi. Baş məqsini daşıdı, yoxsa o vaxtın öz fikri idi?